Fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu şüarla bugünkü verilişimizə başlayırıq. Fermerin real dostuna baxırsınız. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Dəyərli fermerlər, əziz zəhmətkeşlər, hörmətli tamaşaçılar, bugün ilin yekun olaraq sonuncu verilişimizi çəkirik və bugünkü verilişimizin maraqlı həmsöhbət olacaq. Əvvəla onu deyim ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə keçirilən, artıq ənənəvi şəkildə keçirilən aqrar biznes festivallarının da yaxın günlərdə yekun tədbiri keçirildi, yekun tədbiri baş tutdu. Ümumiyyətlə, aqrar biznes festivalları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, həmçinin yerli icra hakimiyyətləri ilə bərabər təşkil olunan ən böyük tədbirlərdən biridir. Bölgələrdə baş tutur və burada kifayət qədər böyük həm fermerlər, həm də vətəndaşlar toplaşırlar, gəlirlər. Bu festivallar çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bax, maraqlı bir neçə məqamı son bir neçə il ərzində keçirilən festivallarla bağlı yenidən yada salacağıq. Eyni zamanda 2026-cı ildə daha hansı regionlarımızda aqrar biznes festivalları təşkil olunacaq? Bu və digər sualları qonağımla müzakirələyəcəyik. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bizimlə bərabərdir. Anar müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun Ruslan müəllim, dəvətinizə görə mən də təşəkkürümü bildirmək istəyirəm və həqiqətən də dediyiniz kimi artıq biz bütün bölgələrdə bu aqrar biznes festivallarını keçirmişik və düşünürük ki, getdikcə bu tədbir daha da böyüyür və sevindirici hal odur ki, təkcə kəmiyyət məsələsində deyil, keyfiyyət məsələsində də biz daha böyük işlər görməyə artıq başlayırıq və düşünürəm ki, bizim söhbətimiz maraqlı alınacaqdır və bütün məsələlərə aydınlıq gətiriləcəkdir. Anar müəllim, əvvəla ondan başlayaq ki, son təxminən 3 il ərzində 90, yəni bir yuvarlaq rəqəm var, yubiley rəqəmi hesab eləmək olar. 90 sayda aqrar biznes festivalı keçirilib, amma bilən tamaşaçılarımız, eyni zamanda bölgələrdə yaşayanlar yaxşı bilir ki, aqrar biznes festivalı yalnız biznes festivalı deyil, onun tərkibində məhsul festivalları var, onun tərkibində panel görüşlər və digər tədbirlər olur, toxum, sərgi, satış yarmarkaları bir neçə komponenti özünün içərisində belə deyək, birləşdirir. Maraqlıdır, 90 sayda tədbirin keçirilməsində hansı resurslardan istifadə olundu? Ümumiyyətlə, bu yola necə gəlib çatdınız? Bu illərə qısa ekskurs eləsək, nələri xüsusi olaraq vurğulamaq istəyərdiniz? Ümumiyyətlə, qeyd etmək istərdim ki, aqrar biznes festivallarının əsas məqsədi bizim fermerlərlə təchizatçı şirkətlər arasında əlaqələrin gücləndirilməsidir və daha sıx münasibətlərin qurulmasıdır və bütün bu bizim təşkil etdiyimiz, bölgələrə təşkil etdiyimiz tədbirlərdə biz buna nail oluruq və hər dəfə sizin iştirakınızla da keçirilən tədbirlərdə görürük ki, fermerlərimiz böyük maraqla təchizatçı şirkətlərlə görüşürlər, onların insidentlərinə yaxınlaşırlar, onları maraqlandıran sualları verirlər və bizim şirkətlər arasında böyük rəqabət var. Onlar da çalışırlar ki, maksimum dərəcədə fermerin marağını qazansınlar və təbii ki, burada həm göstərdikləri xidmət, həm təqdim etdiyi məhsulla bu həyata keçirilir. Və qeyd etmək istəyirəm ki, artıq bugünkü gündə təşkil olunan aqrar biznes festivalı, hansı ki, siz də qeyd etdiniz ki, artıq özündə bir neçə paralel tədbirlərin keçirilməsini ehtiva edir. Bu proses orqanik olaraq baş vermişdir və hər növbəti tədbir əvvəlki tədbirlərin ümumi olaraq belə deyək də, nəticəsi olaraq təşkil olunmağa başlanmışdır. Və orada da biz, əgər əvvəlki dövrlərdə yalnız bizim orada fermerlərə aqrar sahənin innovativ əsaslarla inkişafı özündə ehtiva edən şirkətlər, da ki, elmi tədqiqat institutlarının nailiyyətləri sadəcə nümayiş olunurdusa, növbəti illərdə artıq orada satış həyata keçirməyə başladı və artıq son 2 ildir ki, biz orada festivallarda böyük həcmdə satışın həyata keçirilməsində şahid oluruq və bunu əsasən əgər əvvəlki illərdə, keçən il və bu il bu yalnız təchizatçı şirkətlərin vasitəsilə həyata keçirilirsə, artıq bu ildən başlayaraq bizim fermerlərimizin də satış imkanları orada yaradılmışdı ki, onlar da bu il orada öz məhsullarının satışını həyata keçirmişlər. Ümumilikdə burada söhbət təkcə
təchizatçı şirkətlərin öz məhsullarını təqdim etməsi deyil, eyni anda maliyyə savadlılığının artırılmasıdır, ümumiyyətlə təlimlərin keçirilməsidir. Dövlət dəstəklərinə əlçatanlıq. Bəli, bütün bu silsilə tədbirlər kompleks şəkildə bu tədbirlərdə həyata keçirilmişdir və burada bizim yüzlərlə həm özəl, həm dövlət qurumları iştirak eləmişdir və düşünürəm ki, burada bunu daha detallı şəkildə biz indi müzakirə edəcəyik. Müzakirə edək. Mən xüsusən diqqət çəkmək istəyirəm. Bax, indi biz monitorda keçirdiyiniz tədbirlərdən müxtəlif kadrları görürük. Burada Azərbaycanın dörd bir yanına olan rayonların, regionların, müxtəlif bölgələrin kadrları var, görüntüləri var. Həqiqətən də kifayət qədər böyük işlər görmüsünüz. İstərdim bir balaca toxum sərgi satış yarmarkalarına toxunaq. Bu çox vacibdir. Dövlətin də ən çox və Kənd Təsərrüfatı Nazirliyinin son illərdə, son aylarda ən çox təşviq etdiyi istiqamətlərdən biridir. Xüsusən də sertifikatlı toxum məsələsi. Bu mənada toxum sərgi satış yarmarkalarının həm maarifləndirmə nöqteyi nəzərindən əhəmiyyəti var, həm də ki, orada fermerlərin, toxumçuların özlərinin məhsullarını nümayiş etdirmək baxımından. İstərdim ki, bir balaca bu tədbirlərin əhəmiyyətini vurğulayasınız, zəhmət olmasa. Əgər Aqrar Biznes Festival, yəni çətir tədbir il ərzində, demək olar ki, bütün aylar ərzində təşkil olunursa, toxum sərgi satış yarmarkası mövsümi xarakter daşıyır və adətən bizdə avqust, sentyabr, oktyabr aylarını əhatə edir. Bilirsiniz ki, bu dövrdə artıq bizdə toxumlar aprobasiyadan keçir və artıq bizim fermerlərimizin ixtiyarına sertifikatlı toxumlar təqdim olunur. Və bizim ölkədə müxtəlif iqtisadi zonalar üzrə, rayonlar üzrə toxumçular öz məhsullarını rayonlaşdırılmış sertifikatlı toxum istehsal edirlər və həmin aylarda biz artıq fermerlərlə, xüsusən də o bölgələr haradakı daha çox taxıl sahələri var. O bölgələrdə bu toxum sərgi satış yarmarkaları təşkil olunur və bu ildən başlayaraq biz artıq həmçinin ümumiyyətlə ölkə üzrə təqdim olunan, istehsal olunan və xaricdən də ixal olunan toxumların vahid bir stendini təşkil etmişdik ki, bizim fermerlərimiz sərgidə iştirak etdiyi təqdirdə ümumiyyətlə ölkədə əkilən bütün toxum sortları ilə tanış ola bilsinlər. Və qeyd etmək istəyirəm ki, bu nədən irəli gəlib? Çünki bilirsiniz ki, bəzən bizim fermerlərimiz eşidirlər ki, məsələn, hər hansı bir toxum sortu əkdiyi təqdirdə böyük, yüksək məhsuldarlıq verir. Amma təbii ki, orada rayon məsələsi də önəmlidir. Yəni, toxumlar bizdə rayonlaşdırılmışdır və yalnız rayonlaşdırılmış hər hansı bir bölgəyə uyğun sort əkildiyi təqdirdə və düzgün aqrotexniki qulluq işləri aparıldığı təqdirdə yüksək məhsuldarlıq əldə etmək olar. Təbii ki, burada sizin də qeyd etdiyiniz kimi məlumatlandırma, ondan sonra bu maarifləndirmə işlərinin də böyük rolu var. Artıq son illərdə təşkil olunan toxum sərgi satış yarmarkalarında, yəni sertifikatlı toxumun nümayişi ilə, satışı ilə bərabər olaraq da maarifləndirici tədbirlər də həyata keçirilir. Hər il toxumçuların forumu keçirilir müxtəlif bölgələrdə və o cümlədən də maraqlı diskussiyalar, panel müzakirələr təşkil olunur ki, bizim fermerlərimizdə həmin o düzgün əkin prosesinin təşkil olunması ilə bağlı narahat edən bütün məsələləri bizim mütəxəssislərimiz tərəfindən, bizim elmi tədqiqat institutları tərəfindən, mütəxəssislər tərəfindən bütün məlumatları alırlar. O cümlədə qeyd etmək istəyirəm ki, bizim toxum sərgi satış yarmarkası bu il 10 hektardan yuxarı buğda əkən fermerlərin çoxluq təşkil etdiyi bölgələrdə təşkil olunmuşdur. O cümlədən 100 hektardan yuxarı arpa əkən bölgələri biz müəyyən etmişdik və əsasən o bölgələrdə keçirilmişdi ki, bilirsiniz ki, bu ildən başlayaraq artıq bizim fermerlərimizə bir tələb qoyulmuşdur ki, artıq həmin 10 hektar buğda, 100 hektar arpadan, 100 hektardan çox arpa əkən fermerlərimiz artıq sertifikatlı toxumlardan istifadə etsinlər və təbii ki, bu da bizim fermerlərimizin artıq məhsul yığımı zamanı daha çox məhsuldarlıq əldə etməyə imkan yaradacaqdır. Arman, çox yaxşı məsələyə toxundunuz. Bu yaxınlarda fermerlərdən bir neçəsi də sosial şəbəkələrdə bu məsələyə toxunmuşlar. Yeri gəlmişkən, elə qonağım da dedi, bax bu məsələ 100 hektardan artıq arpa, 10 hektardan artıq buğda əkən fermerlərə bir daha buradan səslənirik ki, əgər sizin belə deyək də bu miqdarda, yəni bu ərazidə əkinləriniz varsa, söhbət buğda və arpa əkən, taxıl əkənlərdən gedir. Yeri gəlmişkən payızlıq əkinlərin bəyan dövrüdür. Bu zaman siz mütləq sertifikatlı toxum almalısınız. Əks halda nə sığorta ala bilməyəcəksiniz və ya subsidiyadan məhrum olacaqsınız. Bunu da biz yox, Aqrar Subsidiya Şurası deyir.
Aqrar Subsidiya Şurasının avqust ayında keçirilən iclasında məhz bu qərar qəbul olunmuşdu. Aqrar Subsidiya Şurası da ümumiyyətlə kənd təsərrüfatı sayəsində subsidiyaların dövlət mexanizmlərinin icrasını həyata keçirən bir qurumdur və bununla da bağlı məlumatları həm dxr.az, eyni zamanda akia.gov.az saytından ətraflı ala bilərsiniz. Bununla bağlı da dəfələrlə aqrar biznes festivallarında, toxum sərgi satış yarmarkalarında sizin elə təşəbbüsünüzlə təşkil olunan Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə dəvət olunan tabeli qurumların nümayəndələri, istər Aqrar Xidmətlər Agentliyi, istərsə də Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları orada stend quranda fermerlər yaxınlaşırlar, fermerlərə ətraflı məlumat verirlər. Anar müəllim, maliyyələşmə. Yəni sizin festivalın adı Aqrar Biznes Festivalı olduğuna görə bu festivalda mütəmadi olaraq dövlətin dəstək mexanizmlərini təbliğ edirsiniz. Təbii ki, mən özüm də bilənlər bilir və görənlər görür. Mütəmadi olaraq səfərlər eləyirəm, panel görüşlər, kredit yarmarkaları bu çox vacibdir. Krediti necə ala bilərik, hansı bankdan alaq, hansı məbləğdə alaq, hansı sənədlər lazımdır, eyni zamanda subsidiyalar və s. və ilaxır. Bankları dəvət edirsiniz, çox möhtəşəmdir, çox əlçatandır. Hər şey bir yerdədir, necə deyirlər, bir çətinin altındadır. Müxtəlif tədbirlər olub, müxtəlif panellər keçirilib və keçirilməyə yəqin ki, davam edəcək. Növbəti il üçün bu mənada hansı planlar var? Xüsusən də aqrar sahədə dövlətin maliyyə dəstəyi mexanizmləri. Bax, bu adda panellərin keçirilməsi planlaşdırılırmı və necə edəcəksiniz bunu? İcazənizlə mən 2025-ci ilin statistik məlumatlarını ilk öncə paylaşmaq istərdim. Əgər 2024-cü ildə bizdə ümumi olaraq 33 bölgədə təşkil etdiyimiz aqrar biznes festivallarında 6 milyon manatdan bir qədər çox satış dövrəsi olmuşdursa, bu il 2025-ci ildə 32 bölgədə bizim artıq 8 milyon manatdan yuxarı satış dövrəsi olub və sevindirici halda ki, bu 8 milyonun 1 milyon manata yaxını məhz bu ildən bizim yerli rayon icra hakimiyyətləri orqanlarının biri təşkil etdiyimiz məhsul festivallarında məhz fermerlərimizin satdığı məhsul hesabına formalaşmışdır. Burada da çox ciddi rəqəmlərdir əslində. Mən ən azı bizim təşkil etdiyimiz son 2 məhsul festivalını qeyd edə bilərəm ki, Biləsuvarda təşkil olunan Hind quşu festivalında 80 min manatdan bir qədər çox gün ərzində Hind quşu satılmışdır. Yəni bu sadə sıravi belə deyir, zəhmətkeş o fermerin özünün qazancıdır da, halal qazancıdır. İri şirkətlərdən getmir, bu da məhz bizim fermerlərdən söhbət gedir. Və balıq festivalında da bizdə 100 min manatdan çox orada balıq satılmışdır. Düzdür, orada bəzi stendlər var ki, aradakı orada pulsuz olaraq tədbir iştirakçılarına balıq təklif olunurdu. Amma eyni anda da bizim orada balıqçılarımız da öz məhsulunu satışını həyata keçirə bilmişdi. Və məhsul festivallarını da biz bu il keçirdəndə bu bir ilk idi. Çünki bu tədbirlərin əsas keçirilməsində məqsəd bölgələrdə torpaq, hava, iqlim şəraitinə uyğun olaraq bir məhsulun ətrafında bir klasterin formalaşdırılmasıdır. Ondan sonra biz təşviq edirik ki, həmin məhsul ətrafında emal müəssisələrinin yaradılmasını təşviq edirik. O cümlədən həm aqrar turizm potensialı baxımından, məşğulluq baxımından və əgər bizim 2024-cü ildə təşkil etdiyimiz 33 tədbirdə 17 mindən çox fermer iştirak eləmişdi toplam. Bu il bu rəqəm 38-39 mini keçmişdir və 300 mindən çox bizim bu təşkil etdiyimiz məhsul festivallarında ziyarətçi iştirak eləmişdi. Hansı ki, bunların da böyük əksəriyyəti məhz fermerdir. Yerli sakinlər, turistlər. Yerli sakinlər, turistlərdir, xaricdən gələn qonaqlar olub və təbii ki, bu da sevindirici haldır ki, həm aqrar sahəyə, həm aqrar turizm potensialının inkişafına, o cümlədən regionlarımızın tanınması nöqteyi-nəzərdən də bu düşünürəm ki, maraqlı bir faktdır ki, bu qədər yüz minlərlə insan bu tədbirlərdə iştirak etmişlər və qeyd etmək istəyirəm ki, bizim bu təşkil etdiyimiz məhsul festivalının 19 məhsul festivalı keçirilmişdir. Onun 12-si birbaşa olaraq Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının bir yerdə təşkil olunmuşdur. O cümlədən də 7 məhsul festivalı var ki, hansı ki, bunlar artıq tanınmış məhsul festivallarıdır. Məsələn, Üzüm Şərab festivalı olsun, Şamaxıda hər il təşkil olunan və yaxud da ki, Göyçədə təşkil olunan Nar festivalı, Kəlbəcərdə təşkil olunan bizim tutaq ki, Bal festivalı, hansı ki, Aqrar Tədarük Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunmuşdur və digər Göygöldəki festivallar. Göygöldəki festival, İçəri şəhərdə təşkil olunan Zeytun festivalı, Qalada təşkil olunan Əncir festivalı. Bu festivallar oturmuş festivallardır. Bunlar artıq tanınır, bilinir. Amma siz Kənd Təsərrüfatı Nazirliyi və Aqrar İnnovasiya Mərkəzi olaraq
bura tərəfdaş və dəstək vermisiniz. Bəli, bəli. Əsas orada təbii ki, o təşkilati məsələlər həmin adları çəkilən qurumlar tərəfindən həyata keçirilmişdir. Amma ümumi olaraq da, yəni biz də bölgələrdə də və çoxsu da elə birinci festival adlandırırlar. Məsələn, burada Ağdaşda təşkil olunan Heyva festivalı ola bilər, məsələn, Neftçala təşkil olunan Balıq festivalı, bunlar hamısı birinci festivallardır. Yəni davam olacaq. Bəli. Və artıq gələn il biz planlaşdırırıq ki, bu festivalların bir neçəsi artıq beynəlxalq miqyasda təşkil olunacaqdır. Çünki artıq həm orada iştirak edən şirkətlər, həm tərəfdaşlar düşünürlər ki, bunu artıq təşkil etmək mümkündür gələn il üçün. Və o cümlədən də qeyd etmək istəyirəm ki, gələn ildə nələr keçiriləcəkdir. Biz bilirsiniz ki, bu ildə aqrar sahədə dövlət dəstəyi panel müzakirələri təşkil olunmuşdur. Sizin moderatorluğunuzdan mən fürsətdən istifadə edərək sizə də təşəkkür bildirirəm. Çünki birbaşa olaraq bir sıra dövlət qurumların nümayəndələr, mütəxəssislərin iştirakı ilə, bank sektorunun bu tədbirlər həyata keçirilir və gələn ildən artıq bizim ümumi olaraq həm biznes festivallarında, həm panel müzakirələrdə iştirak etmək istəyən bir sıra yeni dövlət qurumları artıq öz təklifini verib ki, biz də iştirak edək, o cümlədən yeni şirkətlər, assosiasiyalar, sahəvi assosiasiyalar, o cümlədən də ictimai birliklər, hansılar ki, ümumi olaraq bu prosesi nəzarət etmək istəyirlər, ictimailəşdirmək istəyirlər və düşünürəm ki, bu yalnız müsbətə doğru atılan bir addımdır. O cümlədən qeyd etmək istəyirəm ki, bu il təşkil olunan deməli 12 iqtisadi bölgədə 14 bizim panel müzakirələrimiz təşkil olunmuşdur ki, onun da nəticələri çox müsbət idi. Çünki orada iştirak edən bütün fermerlərimizin istəkləri, sualları demək olar ki, öz həllini tapmışdır. Çünki orada fermerlərlə birbaşa təması, ünsiyyəti olan bütün dövlət qurumları demək olar ki, təmsil olunmuşdur, bank sektoru təmsil olunmuşdur. O baxımdan həm bölgələrdən gələn istəyə əsasən, həm də ki, planlaşdırmaya əsasən biz düşünürük ki, gələn ildən etibarən təkcə biznes festivalı keçirilən bölgələr deyil, o cümlədən də gələn ilin planında olmayan bölgələrdə də o panel müzakirələrin keçirilməsi planlaşdırılır. Çünki bilirsiniz ki, son 2 ilin rəqəmlərinə baxsaq, biz 32-33 biznes festivalı keçirə bilirik, amma bölgələrimiz daha çoxdur və ona görə də daha çox bölgələr bu sırf aqrar sahədə dövlətin dəstək imkanlarını bilməsi nöqteyi-nəzərdən biz düşünürük ki, gələn ildən etibarən tədbir olmayan, festival olmayan bölgələrdə də bu panel müzakirələrin keçirilməsini təşkil edək. Həmçinin də qeyd etmək istəyirəm ki, həm toxum sərgi satış yarmarkası, həm kredit yarmarkasından da bağlı bir sıra yeniliklər olacaq gələn ildə. Biz də bu yenilikləri Fermerin Real Dostunda elə sizin iştirakınızla tamaşaçılara, fermerlərə çatdırarıq. Yeri gəlmişkən mən də Real televiziyasına təşəkkür edirəm, həmkarlarıma təşəkkür edirəm. Çünki biz elə panel müzakirələri bir çoxunu məhz Fermerin Real Dostunda tamaşaçılara həm də çatdıra bildik. Bu da çox vacibdir. Sizin də vurğuladığınız kimi biz orada fermerin, necə deyirlər, birbaşa sözünü demək imkanını, fürsətini yaradırıq. Açıq mikrofonla deyək ki, sahədə, ərazidə, təsərrüfat ərazisində, yadımdadır Xaçmazda və ya digər rayonlarda, Saatlıda biz quraşdırdığımız o kameralarımızı və mikrofonumuzu tam olaraq fermerin ixtiyarına veririk. Orada hər hansı bir sualı varsa qalxır, rahat və ya sahibkarlar maliyyə ilə bağlı, maliyyə dəstəyi ilə, dövlət dəstəkləri ilə bağlı suallarını ünvanlayırlar. Həqiqətən də sizin yaratdığınız, sizin icra etdiyiniz və uğurla davam etdirdiyiniz Aqrar İnnovasiya Mərkəzinin həyata keçirdiyi bu Aqrar Biznes Festivalları çətiri altında bu panelin davam etdirilməsi düşünürəm ki, yaxşı bir ənənəyə çevrilib və mütləq şəkildə mən də öz növbəmdə bu missiyanı yerinə yetirməyə hazıram. Anam, gələn il üçün maraqlı layihələrdən biri və önəmli layihələrdən biri ən böyük kənd təsərrüfatı hadisəsi deyə bilərik ki buna. Bu da Kaspian Agrodur. Yəni beynəlxalq kənd təsərrüfatı sərgisi hər il səhv eləmirəmsə may ayında keçirilir. Bu il yeniliklər gözlənilir. Bununla bağlı sizin ilin sonuna doğru bu yaxınlarda keçirdiyiniz, yəni Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən ilin yekun tədbirində də açıqlamalar oldu. İstərdim ki, daha ətraflı sizdən eşidək. Gələn ilin may ayında keçiriləcək Kaspian Agro sərgisində vətəndaşları, ölkəmizi və xüsusən də fermerləri nə gözləyir? Kaspian Agro sərgisi ölkədə təşkil olunan, keçirilən ən böyük beynəlxalq sərgidir.
ümumiyyətlə Azərbaycanda beynəlxalq sərgilər mövsümü məhz Caspian Agrodan başlayır, yəni may ayından başlayır və artıq Caspian Agro sərgisi ümumiyyətlə keçirilən sərgilər arasında bir flaqman rolunu oynayır. Bir çox yeniliklər məhz Caspian Agro sərgisində həyata keçirilir və hörmətli Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun təşəbbüsü ilə bilirsiniz ki, bu ildən başlayaraq Caspian Agro sərgisi 4 gün keçirməyə başlanılmışdır. Bu bir ilkdir. Daha çox şirkətlər, xarici şirkətlər, yerli şirkətlər imkan qazanırlar ki, yəni 4 gün ərzində öz məhsullarını, xidmətlərini təklif eləsinlər. Eyni anda qeyd etmək istəyirəm ki, hörmətli cənab nazirimizin təşəbbüsü ilə artıq gələn il bu sərgi Caspian Agro Week formatında təşkil olunacaqdır. Burada da təbii ki, bir qanuna uyğunluq və məntiqi proseslər var. Əgər il ərzində bölgələrdə, demək olar ki, bütün iqtisadi rayonlarında aqrobiznes festivalı keçirilirsə, bunun yekun tədbiri məhz Caspian Agro sərgisidir. Və həmin tədbirdə də bizim ümumi olaraq il ərzində görülən işlərin yekununa biz imza atırıq. O cümlədən qeyd etmək istəyirəm ki, artıq gələn ildən başlayaraq həmin Caspian Agro Week, yəni kənd təsərrüfatı həftəsi çərçivəsində əlavə silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Bunlar nədir? Birincisi, bilirsiniz ki, il ərzində Kənd Təsərrüfatı Nazirliyi, onun tabirli qurumları tərəfindən müxtəlif sahəvi forumlar, konferanslar, tədbirlər keçirilir. Artıq gələn ildən başlayaraq demək olar ki, Nazirliyin bütün strukturuna daxil olan qurumların keçirdiyi forumlar vahid konsepsiya əsasında Caspian Agro Week həftəsi çərçivəsində keçiriləcəkdir. Bu da imkan verəcəkdir ki, bilirsiniz ki, ümumiyyətlə bu sərgi çərçivəsində hər il 500-1000 arası xarici qonaqlar, şirkətlər iştirak edirlər, minlərlə ziyarətçi olur, yüzlərlə şirkətlər iştirak edir, 30-dan çox ölkədən və bu imkan verəcəkdir ki, biz bütün diqqəti həmin o həftə çərçivəsində diqqəti cəlb eləyək, məhz aqrar sahədə olan yeniliklər, innovasiyalar, inkişaf və s. O baxımından bu birinci konsepsiya, birinci yanaşmadır. İkinci məsələ odur ki, sərgi çərçivəsində müxtəlif innovativ təsərrüfatlara səfərlərin təşkili həyata keçiriləcəkdir ki, xüsusən də o təsərrüfatlar harada ki, ən son innovativ yanaşmalar nəzərə alınır, tətbiq olunur. Bu da imkan verəcəkdir ki, həm xarici qonaqlar, yəni biləcəklər ki, bizim ölkədə aqrar sahədə hansı yeniliklər həyata keçirilir. O cümlədən də geniş kütlədə maarifləndiriləcək ki, yəni hansı bölgədə, hansı bizim üstünlüyümüz var və s. Digər yanaşma isə odur ki, bizim bu Caspian Agro sərgisi çərçivəsində daha çox B2B görüşlər keçiriləcəkdir və əgər bu il biz 11 iqtisadi rayonda 19 məhsul festivalı keçirmişiksə, gələn il ilk dəfə olaraq bizim həmin məhsul festivalları keçirilən bölgələrin stendlərinin iştirakı nəzərdə tutulur. Yəni Azərbaycan regionları təmsil olunacaq. Bəli, panel Azərbaycan regionları pavilyonu olacaqdır ki, və videoda göründüyü kimi o bölgələrdəki məhsul festivalları keçirilib. Onlar orada həmin bölgələr təmsil olunacaqdır və bu da dövlət özəl tərəfdaşlığı çərçivəsində həyata keçiriləcəkdir. Yəni həmin bölgələrdə ixtisaslaşmış iri şirkətlər, böyük şirkətlər həmin o bölgənin orada təmsil olunmasında birbaşa olaraq təşkilatı maliyyə dəstək göstərəcəkdir ki, o bölgə orada təmsil olunsun. O cümlədən bilirsiniz ki, Azərbaycanda aqroparkların fəaliyyəti son dövrlərdə geniş yayılmışdır. Yəni bir çox yeni aqroparklar yaradılmışdır. Onlar öz fəaliyyətini təşkil edir. Bilirsiniz ki, artıq nazirlik tərəfindən onların fəaliyyəti koordinasiya olunur və aqroparkların da vahid pavilyon altında, formatında iştirakı da nəzərdə tutulur. Yəni bu ilklərdir ki, bizim Caspian Agro 2026-da planlaşdırılır. O cümlədən artıq bizim orada sərgi çərçivəsində müxtəlif pavilyonların artıq ixtisaslaşmış formada iştirakı nəzərdə tutulur. Yəni kənd təsərrüfatı istiqamətində olan şirkətlər, qida sahəsində olan şirkətlər və s. Çox gözəl. Belə başa düşürəm ki, maraqlı yeniliklər bizi gözləyir may ayında. Amma Caspian Agro sərgisinə qədər mən ümid edirəm ki, sizlə biz yenə görüşəcəyik. Yekuna doğru, Anar müəllim, çox istərdim ki, kadrlarda gəncləri gördüm. Ümumiyyətlə, bu işləriniz, görülən işlərinin istiqamətində xüsusən ali təhsil ocaqlarından və xüsusən də startap ideyası ətrafında, yəni startapları daha doğrusu irəli sürən gənclərin aqrar sahəyə cəlb olunması ilə bağlı da vacib işlər görürsünüz. Ümumiyyətlə,
dünyada bir trenddir və gənc beyinli insanların və xüsusən də təhsil alıb müasir innovativ yenilikləri bu sahəyə, aqrar sahəyə tətbiq olunması nöqteyi nəzərindən sizin də ölkəmiz üçün və kənd təsərrüfatı sahəsi üçün vacib işləriniz var. Bir neçə cümlə ilə istəyərdim ki, bax bu istiqamətdə nə kimi yeniliklər olub və gələn il üçün də nələri planlaşdırırsınız? Bu ildən başlayaraq bizim layihələrdən biri də dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi layihəsi olmuşdur ki, biz 5 bölgədə, xüsusən də azad olunmuş ərazilərdə, Xankəndidə, Zəngilanda, Xaçmazda, Şamaxıda, Saatlıda biz bootcamplar təşkil etmişdik. Bəli. Orada 20-dən çox ali məktəbin, ondan çox akselerasiya mərkəzinin nümayəndələri iştirak etmişdir. Və bunun əsas məqsədi aqrar sahəyə marağın artırılmasıdır. Bilirsiniz ki, bizim xüsusən də süni intellekt, data analitikası, kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələrimiz var ki, hansı ki, onların yaxşı təcrübəsi var və onlar öz praktiki həllini məhz aqrar sektorda görürlər və artıq onlar buna təkcə maraq kimi yox, hobbi kimi yox, biz biznes kimi buna yanaşırlar. Çünki bizim kifayət qədər firmələrimizin rastlaşdığı çətinliklər var ki, bizim tələbələrimiz, gənclərimiz, onların həmin o qarşılaşdığı o çağırışlarla bağlı onların həll yolları var. Tutaq ki, mobil platformalar ola bilər, cihazlar, qurğular, avadanlıqlar. Hansı ki, fermerlərimiz böyük maraqla onlarla öz çətinlikləri bölüşürlər və bizim kreativ gənclərimiz, savadlı gənclərimiz də onların artıq belə deyək də daha maraqlı həll yolları tapırlar və bu simbiyoz çox maraqlı baş tutur. Artıq bizim gənclərimiz də, istedadlı gənclərimiz də fermerlərimizin gündəlik həyatında rastlaşdığı bu çətinlikləri başa düşürlər, öz üzərində işləyirlər və hər növbəti tədbirdə daha maraqlı həll yolları təklif edirlər və bizim bu keçirdiyimiz bootcamplarda hörmətli cənab nazir də mütəmadi olaraq iştirak edib, öz aqrar sahənin gələcək perspektivi ilə, inkişafı ilə bağlı öz tövsiyələrini vermişdi ki, bizim gənclərimiz də artıq dəqiq formada aydın şəkildə başa düşürlər ki, hansı trendlər var, hansı yeniliklər gözlənilir bizim startup ekosisteminin üzvlərindən və ümumi olaraq da bu müsbətdir və təbii ki, yaxşı hallardan biri də odur ki, artıq bizim bu bootcamplarda iştirak edən gənclərimiz tərəfindən hazırlanan startuplar bir neçəsi kommersiyalaşıb, artıq kütləvi istehsala başlanmışdır. Yəni reallaşıb, artıq satışını da həyata keçirdənlər var. Və artıq bizim fermerlərimiz, gənclərimiz də başa düşür ki, yəni artıq bunların ünsiyyəti, bunların əlaqələrin qurulması nəticəsində artıq mobil platformalar, mobil həllər yaranmağa başlayıb ki, hansı ki, daha çox fermerlərimiz bunu öz təsərrüfatında tətbiq edə bilər və qeyd etmək istəyirəm ki, gələn ildə bu bootcampların keçirilməsi planlaşdırılır və düşünürük ki, daha çox bölgədə bu bootcampların keçirilməsi həyata keçiriləcəkdir. Bu əslində çox gözəldir, həm də ona görə ki, bu digər gənclərə də və aqrar sahəyə əslində gəlmək istəməyən, bəlkə də düşünmür ki, aqrar sahədə hansı perspektiv var, o gənclərə də bir motivasiyadır, əlavə stimuldur ki, bu baxımdan həqiqətən kadrlara mən baxıram, bəzilərində, bu bootcampların bəzilərində özüm də iştirak eləmişəm, ona görə belə əminliklə deyirəm ki, hörmətli tamaşaçılar, həqiqətən də böyük iş görürsünüz. Eyni zamanda yalnız sıravi fermerlər yox, böyük şirkətlər, böyük aqroparklar, böyük təsərrüfat, belə deyək də, o müəssisələri var ki, istər yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdə də bu istiqamətdə və Xankəndini, Zəngilanı xüsusi vurğuladınız. O, xüsusən də Qarabağ Universitetində olan görüşlər mənim yadımdadır. Həqiqətən də bu gənclərin, bu beyinlərin, bu aydın o gələcək üçün maraqlı innovasiyaları icad edə biləcək və real olaraq onların tətbiqini həyata keçirə biləcək insanların bu sahəyə cəlb olunması nöqteyi nəzərindən bootcamplar və bütövlükdə götürsək, aqrar biznes festivalları çox uğurlu bir layihə kimi icra olunur. Bu baxımdan da sizə 2026-cı ildə də uğurlar arzulayırıq. Hanım, çox sağ olun ki, gəldiniz. Bizim də verilişimizin bu il yayımlanan sonuncu verilişimizdən də fürsətdən istifadə edib sizi Kənd Təsərrüfatı Nazirliyində və Aqrar İnnovasiya Mərkəzində çalışan bütün əməkdaşları dünya azərbaycanlılarının həmrəyliyi və yeni il münasibətindən təbrik edirəm. Can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Çox sağ olun, minnətdaram. Çox sağ olun. Əziz zəhmətkeş fermerlər, fermerin real dostu bu illik sonuncu buraxılışını yayımladı. Düşünürəm ki, gələn il sizin üçün də zəhmətkeş Əli Qabarlı və alnı tərli olan o fermerimiz üçün də yadda qalan olacaq və bu ilin sağ-salamat necə deyərlər bitirəcəksiniz. Yeri gəlmişkən ilin sonu 30 dekabra qədər sizin
payızlıq əkinləri bəyan etmək fürsətiniz var. Vaxtı və zamanı doğru qiymətləndirin, doğru, düzgün vaxtında öz əkin bəyanlarınızı elektron kənd təsərrüfatı informasiya sisteminə daxil eləyin. Çətinliyiniz olsa 1652-yə zəng eləyin və ya bölgələrdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə yaxınlaşa bilərsiniz. Gələn il fermerin real dostunda görüşəcəyik. Sağ olun. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi tam şəkildə elektronlaşıb. Aqrar sahəyə ayrılan subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən verilir. Fermerlər dövlət dəstəyindən yararlanmaq, təsərrüfatın fəaliyyətinə görə subsidiya almaq üçün elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçməli, şəxsi kabineti aktivləşdirməli, öz əkin və torpaq məlumatlarını bəyan etməlidirlər. Elektron kənd təsərrüfatı informasiya sistemində yazlıq əkinlərin bəyanı mayın 31-də, payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatır. Bu müddət ərzində öz əkinlərini Ektisdə bəyan etmiş fermerlərə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallar üzrə əkin, məhsul və toxum subsidiyası ödənilir. Əziz fermerlər, subsidiyaları elektron kənd təsərrüfatı informasiya sistemində bəyan edin, dövlətdən subsidiya alın. Aqrar Kredit və İnkişaf Agentliyi.